Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Gəlin bu günləri qrupa göndərdiyim ibtidai sinif sertifikasiya imtahanları dəstək 2 sınavın izahına birlikdə baxaq. Bizim Müəllimlər Akademiyasında ibtidai sinif müəllimləri üçün riyaziyyat fənnindən həm müəllimlərin işə qəbul imtahanı, həm də sertifikasiya imtahanına hazırlaşanlar üçün ödənişli sentyabr qruplarımıza qeydiyyat davam edir. Qoşulmaqdan ötürü 051 232 95 50 nömrəsinə WhatsApp-da yazaraq daha geniş şəkildə məlumat əldə edə bilərsiniz. Onu qeyd edim ki, dərslərimiz YouTube vasitəsilə keçirilir. Hər bir dərsin onlayn sınavı, sınav izahıdır, dərs izahıdır, daim qrupda qalır. Siz istədiyiniz vaxtda daxil olub dərsi dinləyə bilirsiniz, sınav işləyə bilirsiniz və sınavda da səhv etdiyiniz zaman izahına daxil olub baxıb öz səhvlərinizi düzəltmiş olursunuz. Qoşulmaq istəsəz 051 232 95 50 nömrəsinə yazaraq qeydiyyatdan keçə bilərsiniz. Videonu bəyənmək, kanala abunə olmaq yadımızdan çıxmasın. Gəlin görək bizə bax buradakı birinci sualımızda nədən danışır. Baxırıq birinci suala. Yenə bir ədəd verib, deyir, ədədində onluqların sayı təkliklərin sayından 26061 vahid kiçik, yüzlüklərin sayından 2606 vahid çox olarsa, A gələk, B cəmini tapın. Bax, ödənişli qruplarda mən bunun ən sadə variantda həllini necə demişdim. Bax, ədədi yazırıq bura, 289 AB veriblər. Mən bu ədəddə yüzlüklərin sayını tapanda sağdan 2 dənə rəqəm silirəm. Qaldı neçə? 289. Bunun üzərinə gələn bu məsələdə verilən bax bu iki ədədi. Yəni 26, demək 2606-nı və 26061-i. Və salam. Bunu gəlməklə biz nəyi tapırıq? Bu ədədin geniş şəkildə açılışını tapmış oluruq. Ondan sonra A ilə B açılır, yəni yerində dayanan rəqəmi tapmış oluruq və onunla da məsələmizi həll eləmiş oluruq. Bax, buraya yazırıq. Cavab eləyir 28956. Bax, bu nəyin açılışıdır? Bax, burada dayanan A oldu, burada dayanan B oldu. Məndən nə istəyir? A, B cəmini istəyir. 5-in də üzərinə 6-nı gəlirsiniz, eləyir 11. Cavab neçə oldu? Cavab oldu 11. Bu qədər rahat. Bundan sonra bu şəkildə verilən məsələləri belə yazıb həll edirik. Birinci yüzlüklərin sayını tapırıq. Sonra məsələdə adı keçən 2 dənə ədədi də götürüb bu ədədlə toplayırıq. Yekunda ədədin açılışını alırıq. Hərflərin özü yerində dayanan rəqəmlər açılmış olur. Və bizdən nə istəyirsə onu yerinə yetiririk. A, B cəmini istəyirsə toplayırıq, hasil istəyirsə vururuq və s. Biz əsas odur ki, məsələnin də A və B-lərin qiymətlərini tapaq. Bunlardan danışdıq. Baxaq indi ikinci məsələmizə görə ikinci məsələdə bizə nə deyir? İkinci məsələdə də bizə deyir ki, 2 ədədin fərqi 80-dir. Azalanın yüzlüyünü 4 vahid artırıb çıxılanın onluğunu 4 vahid azalsaq, azalan çıxılanan 27 dəfə böyük olacaq. Azalanın ilkin qiymətini rəqəmlər cəmi tapın. Bax, bu olsun, tutaq ki, azalan, bu da olsun, çıxılan. Deyir ki, 2 ədədin fərqi 80-dir. Əgər mən çıxılana x desəm, azalan neçə olacaq? Azalan olacaq, x üstə gələk 80. Çünki 2 ədədin fərqi 80-dirsə, bu ədədlərin biri digərindən o qədər böyükdür. Fərq neçədirsə, deməli, azalan çıxılandan o qədər böyükdür. İndi sonra bizə nə deyir? Deyir ki, azalanın yüzlüyünü 4 vahid artır. Azalanın yüzlüyünü 4 vahid artırmaq 4 vurulsun 100, yəni 400 vahid artır. Çıxılanın onluğunu 4 vahid azaltsaq, çıxılanın onluğunu 4 vahid azaltmaq 4 vurulsun 10, yəni 40 vahid azaltmaq deməkdir. Azalan neçə olacaq? X üstə gələk 400 ilə 80 toplasan 480. Çıxılan neçə olacaq? X çıxılsın 40 olacaq. İndi sol tərəfdəki ədəd sağ tərəfdəki ədəddən 27 dəfə böyükdür. Mən də kiçik olanı 27-yə vuraram ki, bərabərləşdirim. İndi bunu həll eləsəm, X üstə gələk 480 bərabərdir. 27-ni x-ə vursam 27 x çıxaq. 27-ni 40-a vuranda 1080 eləmiş oldu buradan. İndi x-i sağ tərəfə gətirsəm, olacaq 26x bərabərdir. 1080-də sola gətirsəm, deməli toplamalıyam. Neçə ilə? 480-də. 480-də gələndə 1560 eləyəcək. 1560. X nəyə bərabər olacaq? 1560-ı gətirib böləcəksiniz 26. X bərabərdir 60-a. Biz nəyi tapdıq? Biz X-i tapdıq. Bəs bizdən nə soruşur? Azalanı soruşur. Azalana nə demişdim? X gələk 80. X-i 60 tapmamışıq. 60 da gələk 80 bərabərdir 140. Azalan neçədir? 140. Azalanın ilkin rəqəminin, deməli, ilkin qiymətinin rəqəmlər cəmini istəyir. Mən də 1-in üzərinə 4 gəlirəm, bərabərdir 5-ə. Deməli, rəqəmlər cəmi neçədir? 5-ə bərabər olmuş oldu. Bu da variantlarda qeyd edilmişdir. Belə, bu haqda danışdıq. Baxaq,
növbəti sualımıza görə növbəti sualda bizə nədən danışır? Bizə nə deyir buradan? Üçüncü sualda deyir ki, 56 ilə 147 arasında yerləşən cüt natural ədədlərin hər birisini 3% artırsaq, bu cüt ədədlərin cəmi neçə vayd artar? Bax, birinci ucularda dayanan ədədlərə baxaq. 56-ya baxaq. 56 cütdür, bəli, şərti ödəyir, amma 147 cüt deyil. Mənə cüt lazımdır. 147-də ən böyüsüdür. Deyir 147-də get dayan. Demək geri qayıdacağam. 146-nı götürürəm. 147 şərti ödəmədə təkdir. İndi bu aralıqda neçə dənə cüt ədəd var? Onu tapanda ən böyüsündən çıxırsınız ən kiçiyini, gətirib bölürük nəyə? Cüt ədədlər neçə artır? 2 artır. 2, 4, 6, 8, 10 və s. Bölürəm 2-yə, üstə də 1 gəlmək yadımızdan çıxmır. 46 dənə belə ədəd var. Hər birisində 3% artırsan, 46-nı vuracaqsan 3-ə. Bu deyəcək 138. Demək, cəm nə qədər artacaq? 138 vahid artmış olacaq. Bax, belə rahat şəkildə yazım məsələni həll eləmiş olduq. Videonu bəyənmək, kanala abunə olmaq yadımızdan çıxmasın. Öz xoş sözlərinizdə rəydə yazsaz, o da sizin bizim üçün dəstəyiniz olmuş olacaq. Baxdıq 4-cüyə. Nə deyir 4-də? 4-də də bizə deyir ki, 5 rəqəmli natural ədədin 374 yüzlüyü var. Bu ədədin onluq mərtəbə qiyməti ilə təklik mərtəbə qiymətinin cəmi 86-dır. Bu ədədin 2də 1 hissəsinin 3 artığını tapın. Baxın, 374 0 yazıram. Çünki yüzlüyü var deyir. Qarşısındakına vuranda 100-ə. Və bunun da deyir ki, onluq və təklik mərtəbə qiymətlərinin cəmi 86-dır. Gəl 86-nı toplananları cəmi şəklində yazaq. Bax 80, üstə gələk 6. Düzdür? Belə yazırıq da. İndi 80-i apar öz mərtəbə vahidinə böl. 6-nı da apar öz mərtəbə vahidinə böl. 80 nədir? Onluq mərtəbə vahidi. 80-i böl 10-a. Eləsin 8. 6-nı da böl öz mərtəbə vahidinə. Təklikdə dayanıb 6, 6-nı da, yəni təkliyin də mərtəbə vahidi 1 olurdu. Elə də 6. Deməli bunun, bax buradakı 374, bunun onluğunda 8 dayanır, təkliyində 6 dayandı. Tapdıq. İndi ki, bu ədədin 2də 1 hissəsi. 2də 1 hissəsini tapmaq ədədi ilə 2-yə bölmək deməkdir. Siz elə ədədi götürüb bölsəz, yəni 2də 1-ini tapmaq elə həmin ədədi 2-yə bölmək deməkdir. 37.486-nı böləndə 2-yə eləyəcək 18.743. Bunun da 3 artığını istəyir. 18.743-ün də üzərinə 3 gələcəksiniz. 17.000, deməli, daha doğrusu 18.746 eləmiş oldu. Cavab neçə oldu? 18.746, bu da B variantında verilmişdir. Bu qədər sadə. Bu şəkildə yazdıq. Baxaq indi növbəti məsələmizə. Baxırıq buradakı məsələmizə. 5-də nə deyir? 5-də bizə deyir ki, A kiçikdir 2486. Şərtini ödəyən, yuvarlaqlaşan zaman 2400 alınan neçə natural ədəd var? Müəllim, bunu necə başa düşürük? Bu nə deməkdir? Yəni, A-nın yerinə yazılacaq ədədlər 2486-dan kiçik olmalıdır. Bu şərti ödəyən ən böyük ədəd də 2485-dir. Yəni 2485 daxil olmaqla nə qədər kiçik natural ədədlər varsa hamısını yaza bilərsiniz bura. Düzdür? İndi bizə nə deyir? Bu qalsın yadımızda. Bizə deyir ki, yuvarlaqlaşan zaman 2400 alınan bu şərti ödəyən neçə natural ədəd var? Biz də yüzlüklərə qədər yuvarlaqlaşanda 2400 alınan ədədlərin ən kiçiyini tapanda demişdik 50 çıxırıq. Ən böyüsünü tapanda 2400-ün üzərinə 49 gəlirdik. Düzdür? Ən kiçik olacaq 2350. Ən böyüsü olmuş olacaq 2449 olmuş olacaq. Bunları yazandan sonra nəyə baxırıq? Baxırıq ki, bax bizim kiçik ədədimiz başlamalıdır 2350-dən gedib dayansın 2449-a. Baxıram ki, bu aralıqda yerləşən bütün ədədləri gətirib A-nın yerinə yaza bilərəm. 2351 A-nın yerinə yazıla bilər. 2352 A-nın yerinə yazıla bilər. 2449 A-nın yerinə yazıla bilər. Yəni bu aralıqda yerləşən bütün ədədlərin hamısı A-nın yerinə yazıla bilər. Hamısı 2486-dan kiçik olacaq. Yüzlüklərə qədər yuvarlaqlaşdıranda 2400 alınan neçədən ədəd var idi? Demişdim ki, yüzlüklərə qədər deyəndə 100 çıxılsın, 1 ilə yadda saxlayırdım. 99 dənə ədəd var. Demək 99 dənə ədəd var ki, mən getirib bura yerinə yaza bilərəm. Bax, bu çaşdırıcı sualdır. Bizə nə lazımdır? Bizə lazımdır ki, A-nın yerinə yazılacaq ədədlər tapaq.
A da nə olmalıdır? 2486-dan kiçik olmalıdır. Və 100-lərə qədər 2400 alınan, yəni yuvarlaqlaşan zaman 2400 alınan ədədlər olmalıdır. Mən də baxıram ki, kiçiyin topan dəyərli çıxıram. Kiçik oldu 2350. Başlamalıyam 2350-dən. Getməliyəm 2449-a qədər. Baxıram ki, bu ədədlərin hamısı A şərtini ödəyir də 2350-dən 2449-a qədər neçə ədəd var? Elə bax, bunların ikisini də cəmləyərək 99 tapa bilərsiniz. Və ya da ki, 100-lərə qədər deyəndə 100 çıxılsın, bir ilə yadda sağ. Aydın oldu. Bax, bu qədər sadə. Bu şərti ödəyən ədədləri tapmalıyıq. Belə, bu haqda danışmış olduq. Baxaq növbəti məsələmizə. Görək növbəti məsələdə bizə nədən danışır. Baxırıq 6-ya. Deyir ki, 103-lərə qədər yuvarlaqlaşdırdıqda 18600 alınan ən böyük rəqəmləri fərqli ədəd dayanaq. Bax, 18600 alınan ən böyük ədəd deyəndə 103-lərə qədər üzərinə 49 gəlirik. Bu eləyir 18649. Rəqəmləri fərqlidir, fərqlidir. Bu şərti ödədi. Gəldi ikincisinə. 1000-lərə qədər yuvarlaqlaşdırdığın zaman 12000 alınan. 12000 alınan deyiləndə ən kiçiyini tapanda 500 çıxırdıq. Düzdür? 500-ü çıxmaq lazımdır. Bu deyilir 11500. Amma mənə ən kiçik rəqəmləri fərqli deyir. Rəqəmləri fərqli şərtini ödəmədi ki. Deməli, dəyişməliyəm. Birinci biri saxlayıram. Bax, bu ədəddən söhbət edirəm. Birinci biri saxlayıram. Növbəti biri 2 eləyirəm. 5-i yazmıram. 5-in əvəzinə 0 yazıram, çünki mənə kiçiyi lazımdır. 0 yazdım. Sonra 0 yazdımsa 1 yaza bilmərəm, 2 yaza bilmərəm. Ədəddə var. 3 yazıram. Burada 4 yazıram. Ən kiçik rəqəmlər fərqli hansı oldu? 12034 oldu. Bizdən nə istəyir? Bu ədədlərin cəmini istəyir. 18649-un da üzərinə gəlirsiniz 12034. Bu qədər sadə. Buna da cavabımızı tapmış olur. 9 üstə 4 gəlsiniz. 3, 1 yadda qalır. 8 burada, 6 burada, 0 burada da 3. 30683. Bu da harada verilmiştir? Bu da A variantında verilmiştir. Bax belə. Bu şəkildə tapdıq. Yəni, şərti ödəməlidir. Ən böyüylə ən kiçiyi tapmaq hələ məsələ həll olunmuş deyil də. Əsas odur ki, şərti ödəsin. Baxırıq 7-ci sual. 7-ci sualda bizə nə deyir? 2 ədədin cəmi 40-dır. Böyük ədədi kiçik ədədə bölən zaman natamam qismət 5 qalıqda 4 alınır. Bu ədədlərin fərqi neçədir? Bax, bu olsun birinci ədəd, bu da olsun ikinci ədəd. Buna x desəm, buna 40 çıxılsın x deyəcəm. 2 ədədin cəmi şəklində veriləndə birinə x, birinə cəmcindən çıxılsın x deyə bilərəm. Deyindi böyük ədədi, deyək ki, böyük ədəd 40 çıxılsın x-dir. Bölən zaman x-a, yəni ikinci ədədə, natamam qismətdə 5 qalıqda 4 alınır. Bu nədir? Bölünəndir. Bölünəni tapmaqdan ötürü natamam qisməti vurmalıyam bölənə, 5x-ə vurmalıyam. 5x üstə də gəlirəm qalıq. X-i sağ tərəfə gətirsəm olacaq 6x bərabərdir. 4-ü də sol tərəfə gətirsəm çıxacam 36 qalacaq. X də bərabərdir 6-ya. Mən nə etdim? X-i tapdım buradan. X 6-dır. Bu birisi neçə olacaq? 34 olacaq. 40-dan 6-nı çıxacam 34 olacaq. Bu ədədlərin fərqi neçədir? O zaman 34-dən çıxırsınız 6. Bu deyilir 28. Cavabımız neçə olur? Cavabımız olur 28. Belə. Bu haqda danışmış olduq. Baxaq növbəti məsələmizə. Baxırıq 8 nömrəliyə. Nə deyir bizə? Qalıqlı bölmə əməlində bölən 8A gələk 12, qalıq isə 3A gələk 32-dir. A-nın ala biləcəyi ən kiçik qiyməti tapın. Bölən neçədir? 8A gələk 12. Qalıq neçədir? 3A gələk 32. Bu nədir? Bu böləndir. Düzdür? Bu nədir? Qalıqdır. Biz şərti nə demişdik? Bölən hər zaman böyük olmalıdır. Qalıq həmişə kiçik olmalı. C yazacaqdır. Yəni bu bərabərsizliyi həll eləyir. 3A-nı sola gətirə bilərsən, 5A qalır. 12-ni sağa gətirsən, çıxma olacaq. 32-dən çıxanda 20 qalacaq. Hər tərəfini 5-ə bölsən, buradan qalacaq A böyükdür 4-dən. Düzdür? Mənə deyir ki, A-nın ala biləcəyi ən kiçik. Siz indi A-nın yerinə ən kiçiyini yaza bilərsiniz, 5 yaza bilərsiniz. Və sonra qiyməti tapın, bu deyilir 5. Cavabımız olur hansı? E variantı. Yəni məntiq nədir burada? Bölən qalıqdan mütləq böyük olmalıdır. Bərabərsizliyi həll edib A-nı da ən kiçik qiymətini tapmış olur. Baxırıq hansına? Baxırıq növbəti məsələmizə görə növbəti məsələmizdə bizə nədən danışır? Baxırıq buradakı məsələmizə. Deyir ki, buradakı məsələmizdə
Baxırıq indi burada nə deyib bizə? Deyir ki, Aysel 3 kiloqram alma, 2 kiloqram armud, 4 kiloqram nar aldı. Armudun 1 kiloqramı almadan 3 dəfə baha, nardan 10 qəpik ucuzdur. Aysel cəmi 8 manat 80 qəpik pul verdi. Aysel qalan pulu ilə daha 1 kiloqram armud, 4 kiloqram nar ala bilər. Ayselin başlanğıcda nə qədər pulu var idi? Baxın nələr alıb? Alma alıb, yazırıq bura. Alma, armud, bir də nar. Bizə nə deyir? Deyir ki, armudun 1 kiloqramı almadan 3 dəfə baha. Almanı bilmirəm, x desəm armud olacaq 3x. Armud özü də nardan nədir deyir? 10 qəpik ucuzdur. O zaman bu olacaq 3x gələk 10. Nar ən bahadır. İndi gəl aldıqlarına baxaq. Aysel 3 kiloqram alma. Almanı 3-ə vururam. 2 kiloqram armud. Armudu 2-yə vururam. Nardan da 4 kiloqram olub. İndi gəl hər kəsin öz qarşısındakına vuraq. 3x-ə vursam 3x üstə gələk. 2-ni 3x-ə vursam 6x eləyəcək üstə gələk. 4-ü 3x-ə vursam 6x eləyir üstə gələk. 4-ü ona vursam 40 eləyəcək. Bərabərdir 8 manat 80 qəpik pulu çıxıb. Qəpiyə çevirsəm 8 manat 800 eləyir. 80 qəpik də 880 qəpik eləyəcək. Gəl bunu həll eləyək də. 12x eləyəcək. Bu da 15x eləyəcək. Deməli 3x, 6x, 9, 15x. Bərabərdir. Buradan 40-ı da aparıb 880-dən çıxmaq lazım. Daha doğrusu burada bax, buradakini yazanda bax burada 4-ü mötərizənin içərisinə vuranda 4 üçün 12x eləmiş olacaq. Üstə gələk 4-ü 40-a yazmalıyıq. Bax burada 4-ü yəni da geniş şəkildə yazmadım da. Bunu buna vurmaq lazımdır. Bax elə bil ki 3x plus 10-u vurmalıyam 4-ə. 4-ə vuranda 4 üçün 12x üstə gələk 40-da. Mən bunu bir dəfəlik gətirib bura yazdım da. Bunu da geniş şəkildə yazmadım da. Bir dəfəlik bunu belə yazdıq. Yazdıq. İndi buraya toplasaq 3x ilə 6x 9 21x. Bərabərdir. 40 sağa gedib 880-dən çıxılanda 840 qalacaq. X nəyə bərabər olacaq? 840-ı bölmək lazımdır 21-ə. X-i tapdıq 40-a bərabərdir. Deməli alma 40 qəpik. Sonra armud olacaq 3-ü 40-a vuracaq 120. Nar 130. Çünki armuddan 10 qəpik bahadır. Tapdıq. Alma 40 qəpiyə, nar 120 qəpiyə, bu isə nar isə 130 qəpiyi ilə tapdıq. İndi bundan sonra nə deyir? Əsas məsələ bundan sonraki başlayır. Deyir ki, bundan sonra Aysel daha 1 kiloqram armud, deməli, Aysel qalan pulu ilə daha 1 kiloqram armudu biri vuracaq 120-yə. Yəni armudun pulunu 1-ə vururam da 1 kiloqram alıb. Üstə gələ 4 kiloqram nar ala bilər. 130-u da vururam 4-ə. Hərəsinə nə qədər alıbsa 3 çəkisinə vururam. Burada eləyir 120, üstə gələk 520. Bərabərdir 640 qəpik də buradan. 640 qəpik sonradan xərcləyib 880 qəpik də əvvəl xərcləmişdi. 880 qəpik ilə 8 manat 80 qəpik deməkdir. Və ya da ki 8 bu şəkildə 640 qəpik də 6 manat 40 qəpik deməkdir. Yəni qəpiyə ilə manatla ifadə eləsə olacaq 8 manat 80 qəpiyin üzərinə 6 manat 40 qəpik gələcəkdir. Bu deyiləcək 15 manat 20 qəpik. Cavab olacaq hansı? Cavab olacaq B variantı. Hər kəsəni almanı, armudu, narı yazdıq. Alma x-dirsə, armud 3x-dir. Çünki 3 dəfə bahadır. Nar da 3x gələk 10-dur. Hərəsinə neçə kiloqram alıb? Öz qarşısına yaz. Almadan 3 kiloqram, armuddan 2 kiloqram, nardan 3 kiloqram. Hər kəsəni öz qarşısındakına vur. 3x-ə vur. 3x eləmiş olacaq. 2-ni 3x-ə vur. 6x eləyəcək. 4-ü də vur öz qarşısındakına. 4-ü 3x-ə vuranda 12x eləyir. 4 onun da 40. Bərabərdir 880-ə. Həll eləyib x-i tapdıq 40. Alma 40 qəpikdir. Nar 130 qəpikdir, armud da 120 qəpikdir. Yazdıq. Bundan sonra hərəsinə nə alıb? 1 kiloqram. Armud alıb, təzədən armudu 1 kiloqrama vurduq. Yəni 1-ə vurduq 120-ni. Nardan da 4 kiloqram aldığına görə narın da qiymətini 4-ə vurduq. Topladıq, tapdıq ki 6 manat 40 qəpik də sonradan xərcləyib. 6 manat 40 qəpik sonradan 8 manat 80 qəpik əvvəldən. Cəmi nə qədər pul xərcləyib? 8 manat 80 qəpiyin üzərinə 6 manat 40 qəpik gəldik. Elədi nə qədər? 15 manat 20 qəpik. Bax belə, sistemli vardıcı şəkildə yazanda məsələdə səhv etmək olmur. Baxdıq növbəti məsələmizə, görək növbəti məsələ. Baxırıq indi növbəti məsələmizdə, görək növbəti məsələmizdə bizə nədən danışır. Baxırıq növbətiyə. Deyir ki, briqada 4 usta və 8 köməkçidən ibarətdir.
İş tamam olduqda ustaların hər biri 20 manat pul alır. Usta köməkçilərin hər birinin aldığı pul bu briqadanın orta əmək haqqından 5 manat az olur. Hər köməkçi nə qədər pul almış olur. Bax, briqada 8 ustadan. Bax, yazıram bura. Daha doğrusu usta yazıram. Bir də köməkçi. Köməkçi. Bir də orta pulu yazıram. Orta maaş. Bax, orta aylıq əmək haqqı nə qədərdir? Yəni, orta maaş nə qədərdir? Bilmirəm, deyirəm X. Usta neçə nəfərdir? 4 nəfər. Köməkçi neçə nəfərdir? 8 nəfər. Verilənləri yazdım. Ustaların hər biri nə qədər pul alır? Ustaların hər biri 20 manat pul alır. Vururam 20-yə. Köməkçilərin hər biri nə qədər pul alır? Orta aylıq əmək haqqıdan, yəni X-dən 5 manat az alır. X-dən 5 manat pul az almaq, X çıxılsın 5 qədər almaq deməkdir də. Düzdür, orta aylıq əmək haqqında 5 deyil. İdəm X demiş oldum. X-dən 5 manat pul az almaq, X çıxılsın 5 almaq deməkdir. İndi hər kəsin öz qarşısındakına vur. 4-ü 20-yə vuranda 80. Üstə gələk. 8 vurulsun, X çıxılsın 5. Bunlar bölünür bu pul işçilərin hamısının sayına. 12 işçi var. 4 usta, 8 köməkçi, 12 nəfər elədi axı. Bərabərdə orta aylıq əmək haqqı, orta aylıq əmək haqqı X demişəm. Mən bunun məxrəcinə 1 yazıb çarpaz vura bilərəm. 80 üstə gəlib möhtərizəni vurub açaq surətdə 8x-ə vursam 8x, 8 5-in 40 elədi. Bərabərdir 12-ni də x-ə vuranda 12x eləmiş oldu. 8x-i sağa gətsəm 12x-dən çıxıram 4x qalmış olacaq bərabərdir. 80-dən 40 çıxanda 40, deməli 40 qalacaq, x də bərabərdir 10-a. Biz nəyi tapdıq? X-i tapdıq. X-ilə nə işarələmişdik? Orta aylıq əmək haqqını. Orta aylıq əmək haqqını tapdıq neçədir? 10-dur. Bəs köməkçilər nə edirdi? Orta aylıq əmək haqqından 5 manat az alırdı. Deməli nə qədər pul alırlar? 10-dan çıxırsınız 5-i bərabərdir 5. Köməkçilərin hər birisi nə qədər pul alır? 5 manat pul almış olur. Cavabımız olur A variantı. Bax belə. Bax da danışdıq, baxdıq növbəti məsələmizə. Baxırıq 11-ci məsələdə. Ayselin 9-cu imtahandan sonra orta balı 90-dan 91-ə qalxdı. O sonuncu imtahanda neçə bal topladı? Burada nə edəcəyik? Bax 9-cu imtahana gedib, orta bal olub 91. Yazmalıyam bunu ki, görüm nə qədər toplayıb burada. 9-u vuracağım 91-ə. Bu eləyəcək 819. 8-ci imtahanda orta balı neçə imiş? 90 imiş də. 90 imiş. Bunu da vurmalıyam bir-birinə. Yəni 8-də vurmalıyam 90-a. Görüm nə qədər bal var? Toplayıb bu 720. Sonra nə edəcəm? Burada gətirib bir-birinə çıxmalıyam. Yəni 819-dan çıxmalıyam neçəni? 722. Görüm yerdə nə qədər qalmış olur. Yerdə də qalacaq. Deməli, bunları bir-birinə çıxmaq lazım. Çıxanda da yerdə qalır 99. Deməli, sonuncu imtahanda nə qədər bal toplayıb? 99 bal toplayıb. Yəni, bu adam 9-cu imtahana gedib, orta balı qalxıb 90-a, 91-ə. 9-u vur 91-ə, eləsin 819. Sonra əvvəl neçədən imtahan verib? 8 imtahan verib. 8 imtahanın orta balı 90 imiş. Vurub tapırıq ki, əvvəl balı 720 imiş. 9-cu imtahandan sonra bala qalxıb olub 819. Nə qədər bal qalxdı? 819-dan 720 çıxırsınız, yerdə qalır 99. Deməli, sonuncu imtahanda nə edib? 99 bal toplanmışdır. Baxdıq növbəti məsələmizə. 12 növbəlidir. Daha doğrusu tənlik veriblər. Bu tənliyin həllinə baxırıq. Bax, buradakında mən baxıram ki, bu mötərizənin cavabını bilmirəm. Bax, mən buna x desəm. O zaman nə olacaq? Bölünsün 4 bərabərdir 8-ə. Yəni, x bölünsün 4 bərabərdir 8-ə. X nəyə bərabərdir? 32-yə. Deməli, nə oldu? Bax, bura qədər həll eləmiş oldu. Yəni, bu bərabər oldu artıq. Yəni, bura qədər bərabər oldu neçəyə? 8-ə. Bu mötərizə artıq açılmış oldu. Oldu nə? 96 çıxılsın. Yaxud da ki, bunu üstünü silib göstərim. 96 çıxılsın. 2x çıx 2 vur 4 bərabərdir 32-yə. İndi mən bunu bilmirəm. Buna x desəm. O zaman 96-dan neçə çıxanda 32 qalır? 96-dan 32-ni çıxacaqsınız. Mötərizənin cavabı, yəni bax, indi burada mötərizəni yazıram. 2x çıxılsın 2, vur 4-ə bərabərdir neçəyə? 64-ə. İndi bunu bilmirəm. X-i vurublar 4-ə eləyib 64. Neçəni 4-ə vuranda 64 eləyər? O zaman 2x çıxılsın 2 bərabərdir. 64-ü gətirib böləcəksiniz 4-ə. Bu eləyəcək 16. 2x-i bilmirəm, amma 2 çıxıblar 16 qalıb. 2x nəyə bərabərdir? 2-ni gətirib 16-nı toplayırsınız. 18-ə, x də bərabərdir 9-a. Tənliyi həll edin, cavabımız neçə oldu? Cavabımız oldu 9-a bərabərdir. Hissə-hissə həll eləyərək də
Bax, bunu rahat şəkildə tapa bilərsiniz. Baxdıq hansına? Baxdıq növbəti 13-cü məsələmizə. 13-də bizə nə deyir? Deyir ki, 7500 manat pul 3 dost arasında bölüşdürülmüşdür. İkincinin pulu birincidən 400 manat, üçüncünün pulu isə ikincidən 700 manat çoxdursa, birinci dostun pulu neçə manatdır? Birinci dost, ikinci dost, bu da olsun üçüncü dost. Deyir ki, ikincinin pulu birincidən 400 manat çox. X gələ 400 yazdım ikinciyə. Üçüncünün də pulu bu ikincinin pulundan çoxdur. Nə qədər çoxdur? 700. 400 üzərinə 700 gələndə x üstə gələ 1100 eləmiş oldu. Çünki üçüncünün də pulu ikincinin pulundan çoxdur. Cəmi nə qədər pul var? 7500 manat pul var. X-lər toplasam 3x üstə gələ 1100 ilə 400-ü toplayanda 1500 eləyəcək bərabərdir 7500-ə. 3x bərabər olacaq 1500 sağa aparıb çıxanda 6000 qalacaq. X də bərabərdir 2000. Bizdən bəs nə soruşur? Deyir ki, birinci dostun pulunu tap. Birinci dostun puluna 2000 demişəm. Cavabımız neçə oldu? Cavabımız oldu 2000-ə bərabər. Belə, bundan da danışmış olduq. Baxaq növbəti məsələmizə. Görək növbəti məsələdə bizə nədən danışır? Baxırıq 14 nömrəliyə. Deyir ki, 4 heyva və 6 şaftalının kütləsi birlikdə 1375 qram. 6 heyva və 4 şaftalının kütləsi birlikdə 1 kiloqram 425 qramdır. 2 heyva və 2 şaftalının birlikdə kütləsi nə qədərdir? Bax, 4 heyva üstə gəl 6 şaftalı bərabərdir 1375 qrama. Sonra deyir 6 heyva üstə gəl 4 şaftalı bərabərdir. 1 kiloqram 1425 qramdır. Bu 1 kiloqram 425 qramı da bunu çevrək yazaq. 1 kiloqram 1000-dir. Üstə də 425 gələndə 1425 eləmiş olacaq. Tərəf-tərəfə toplayaq. 4 heyva, 6 heyva. Elədi 10 heyva. Üstə gələk. 6 şaftalı, 4 şaftalı, 10 şaftalı. Bərabərdir 2800. Hər tərəfin 10-a bölsəm, nə olacaq? Heyva üstə gələ şaftalı bərabərdir. Bunu da 10-a böləndə 0-ın biri getdi, 280 qaldı. Heyva ilə şaftalının qiyməti 280-dir. Yəni bir heyva ilə bir şaftalının qiyməti 280-dir. 2 heyva 2 şaftalını soruşanda 2-ni vuracağıq 280-ə. Bax burada. Bu da neçə eləyəcək? 560 eləmiş oldu. İkisinin qiyməti 280-dir. Təzədən ikisini soruşur. Deməli neçə olacaq? 560-a bərabər olmuş oldu. Bax belə. Bu haqda danışmış olduq. Baxaq növbəti məsələmizə. Baxırıq növbəti məsələdə görək bizə nədən danışır. Baxaq. Deyir ki, buradakı məsələ. Piyada yolun birinci gün 3də 1 hissəsini, ikinci gün qalan yolun 12də 5 hissəsini, üçüncü gün isə bundan sonra qalan yolun 7də 4 hissəsini, dördüncü gün isə qalan yolun 15 kilometr yol getdi. Bax, dördüncü gün nə qədər gedib? 15. Bu 15 nə vaxt qaldı? 7-də 4-ün gedəndən sonra. Yəni sondan əvvələ həll edəcəyik. 7-də 4-ü gedibsə nə qədəsi qalıb? 7-də 3-ü. 7-də 3-ü nə qədədir? 15-dir. Hissəsinə görə ədədi tapanda ədədi kəsirin sürətinə bölüb məxrəcinə vururuq. 15 3-ə böləndə 5, 5, 7, 35. 35 nə vaxtı qaldı? 15-də 2-si gedən, 12-də 5-i gedəndən sonra. 12-də 5-i gedibsə nə qədəsi qalıb? 12-də 7-si qalıb. Bu nə qədərdir? 35-dir. 35-i yenə böl 7-yə vur 12-yə. 35-i 7-yə böləndə 5, 5-i 12-yə 60. 60 nə vaxtı qaldı? 3də 1 hissəsini gedəndən sonra. 3də 1-in gedibsə nə qədəsi qalıb? 3də 2-si qalıb. Bu da 60-dır. 60-ı böl 2-yə vur 3-ə. 60-ı 2-yə böləndə 30, 3-ə vuranda 90. Deməli cavab nə qədər oldu? Cavab oldu 90. Bu qədər sadə. Sondan əvvələ gedə-gedə məsələni rahat şəkildə həll edə bilərsiniz. Videonu bəyənmək, kanala abunə olmaq yadımızdan çıxmasın.